Salam aleykum dostlar. Bu günləri hazırlayın. Avstralop yumurtaları gəldi çıxdı 50 dənə. Maşallah. O həmişə götürdüyüm qardaşa dedim. Onda olmadığı üçün başqasına dedi. Onda yox idi. O yox idi deyəndə toyuqları ölmüşdü. Hamısı dedi ölüb. Yəni dedi tapa bilsəm taparam deyərəm sənə. Bu günləri dedi ki gəl götür. Və götürdü inşallah. Və bunları mən siləcəyəm inşallah. Çünki yəni xəstəlik falan ola bilər olsun hində. Yəni bunlara da keçə bilir. Yəni bunlar önəmlidir. Yəni bunları çalışın sirkəli suya falan qoyun. Mənim sirkəm yoxdur. Ona görə elə silirəm. Elə həmişə silirəm. Çox vaxt spirtlə falan silirəm. Bu dəfə sadəcə əski ilə silirəm. İnşallah indi bir saat gözlədəcəyik bunları ev şəraitində. Yəni normal 15-20 dərəcədə, 25 dərəcədə belə. Normal şəraitdə gözlədirik. İndi mən bunları tezləşdirəcəyəm inşallah buranı ki siz yorulmayasınız. Mən bunları silim. Və belə dostlar. Bu bitdi. İndi bunu silə-silə bir şey yadıma düşdü. Görüm alma sirkəsi evdə olmalıdır. Evdən soruşum bir dənə görüm. Əgər o alınırsa və ona batıra yumurtaları inşallah. Dəqiqə soruşum. Bəli dostlar, soruşdum. Dedilər ki eynidir. İndi bunları baxın bir batırırsan. Bu opşi sirkə deyil, sirkəli sudur. Buna bir qaşıq sirkə tökmüşəm. İnşallah ki nə az olmaz, nə çox olmaz. Batırırıq belə, qoyuruq. Buranı da tez-tez eləyərəm, keçər. Belə dostlar bitdi. Baxın, bunun içində oradan görsənir, yoxsa görsənmir. Hələ yenə zirzibil var. Ona görə yaxşı oldu hələ bunu elədik. İndi bunları inşallah ki 1 saat yarım, 2 saat kim gözlədə bilir, yəni 2 saat gözləsin normal hava şəraitində. Ev şəraitində, hava deyəndə ev şəraitində, normal ev şəraitində gözləsin. İnşallah ki biz də gözlədək. Sonra inkubatora qoyacaq inşallah. 1 saat yarım sonra görüşərik inşallah. Bəli dostlar, artıq 1 saatimiz keçdi. Bunları yığım qablara. Öz qabına yığmıram ki təzədən öz qabında nəsə ola bilər. Yəni təzədən ora qoyum, onda nə var, nə yox bilmirəm. Yəni belə şeylər düzdür, kiçik nüanslardır, amma ki diqqət eləmək lazımdır. Çünki cücə elə bir şeydir ki, yəni bilənlər bilir, çox kiçik xəstəlikdən gedə bilirlər. Adi heç nədən gedə bilirlər. Ona görə hər bir ehtiyatımızı gözləmək lazımdır. Buna qoyaq. İndi inşallah gedəcək inkubatorumuzu
yanına inkubatorumuzu qoyacağıq və inkubatorumuzu inşallah ki işə salacağıq Allahın izni ilə. Belə. Gedək inkubatorun yanına. Bəli dostlar, suyun qabaqcıdan tökmüşəm ki, yəni çox vaxtınızı almayım. Bu da belə. Bismillah. Yumurtanı baxın belə ucun aşağı. Çünki yumurta buradan çıxır. Bunun yumru tərəfindən, alt tərəfindən çıxır yumurta. Yumurtanı hələ baxın belə. Belə. Baxın. Belə də qoyuruq. Bura tezləşdirərəm inşallah ki vaxtınız getməsin. Video çox iri olmasın. Bəli dostlar, axırıncıları da qoyaq. Bu balaca yumurtadır. Bizdə 50 dənə qalıb da bunları artıq çıxardıram. Yəni normal yumurtalar qoyum. Düzdür, balacılarını da çıxar, sadəcə yumurtalardan elə də çox çıxmır. Elə də bunlardan qoyuruq. Bu da nəsə xoşuma gəlmədi, bu normaldır. Bunu qoyaq. Çünki 50 dənə demişdim. 48 dənə də həmişə 1-2 dənəsini qoydu. Bu günləri olmadı. Baxın. Bunlar biraz anormaldır. Yəni düzdür, fərə yumurtasını, yəni təzə fərə yumurtasına oxşayır. Toyuq yumurtası da var içində. Yəni balaca da var, böyük də var. Belə. Evet, bunu işə salay bomba içine salmışam. Səhv eləmirəmsə ki, qoy ilişməsin onlara. Görmənə. Buradadır. Bəli dostlar, bunu qoşuruq. Bu bunun fırlatmasıdır, motoru. Ağzını bağlayaq. Bir dəqiqə sizə onun dərəcəsini falan göstərəcəyəm. Yəni bunu qoşum, işə salım. Bəli. Ya Allah, bismillah. Bunu bir dəqiqə 36.5'dir. İşdiysə öz tənzimləyir. Bunu silmək üçün yadımdan bomba basıb saxlayırdıq. Yox, bomba basıb saxlayırdıq, bəli. Sıfırlamalı. Bir dəqiqə. Bəli, bu idi. Sıfırladı. Bilməm gördünüz, görmədiniz. Və bunun dərəcəsini artıraq. 37.8. Üstü 7.8. Belə hazır. Xeyirli olsun inşallah. Allah hər kəsin malına bərəkət versin. Belə kim nə bilməsə inşallah ki soruşar. Cavablayarıq Allahın izni ilə. Sağ olun, sağlığından qalın.